Salam əleykum, hər vaxtınız xeyir olsun. Hörmətli kənd sakinləri, Vəhdət qrupunun dəstəyi olan şəxslər. Bir daha gəlin Ədalət kin evindəyik. Gördüyünüz kimi pəncərələri vurdurmuşuq evin üstünə. Sizin verdiyiniz vəsaitlərlə, ev yiyəsi yığdığı pulla, sizin köməyinizlə polun taxtalarını almışıq. Allah hər birimizə can sağlığı versin. Allah hər birimizin ruhsunu versin. Hal-hazırda evin xanımını da təşəkkür eləmək istəyir sizə. Xanım, buyur, təşəkkür elə. Çox sağ olun. Allah köməyiniz olsun inşallah. Allah var eləsin. Biz daha indi kamera arxasında heç vaxt danışmayıb. Onun üçün də biraz həyəcanlıdırlar. Allah var eləsin. Bizim inşallah burada işlərimiz qalıb ki, Allahın köməkliyi ilə heç olmasa bir otağı da belə olsa qutarsa, böyük bir şeydir də bizim üçün. Bax, taxtamız var, hər şeyimizi almışıq. Sadəcə usta puluya ehtiyacımız var ki, dəstəyimizlə usta pulunu toplasaq, ustanın pulunu versə, biz heç kimi hava işlətmək fikrində deyirik burada. Allah hamı ustanın da pulunu ver. Pəncərələri, məsələn, belə deyək, pəncərələri 415 manat pul vermişik. Allah Zabit qardaşımızın canını sağ eləsin. Bizdən usta pulu almadı. Sadəcə pəncərənin materialının pulunu aldı. 4 pəncərə yığdı. Sağ olsun İbiş Stro material deyən kimi ona polun taxtasını göndərdi. 586 manat bir otağın polunun taxtası elədi. Yəni o da 1 manat da olsun belə üstünə pul qoymayayım. Allah onun köməyi olsun. Allah versin. Polun taxtası, şurupu, zadı hamısı istisədi taxtalardır. Yəni hamısı 586 manat pul elədi. Allah köməyi olsun. Cəmi bu evə bizim xərclədiyimiz pul 5390 manatdır. Damlı, pəncərəli, şunuru, zadı hamısını 5390 manat xərcləmişik. Allah hamımızın ruhsunu versin. Allah hər birimizə can sağlığı versin. Sizin kimi dostlara, sizin kimi xanımlara, nə bilim, ən yaxşı sözlər sözə layiqdir ki, siz bizə dəstək olursunuz, biz də bunu eləyirik. Biz sadəcə burada bir vasitəsi rol oynayırıq. Allah hamımızın canını sağ eləsin. Sizin dəstəyinizlə, sizin köməkliyinizlə biz də bu evi qutaraq. İnşallah qutaraq ki, o dikli evdən, bir otaqlı evdən bu ailəni salaq bura. Çünki burada 3 əskər böyüyür. İnşallah sizin dəstəyinizə çox ehtiyac var. Yəni bir daha deyirəm, başsız ailədir, bilirsiniz, Çayşə dağıtım ailəsidir. 3 övladdır, bir anadır. Allah köməyimiz olsun, biz nə deyək də bundan artıq. Özünüzü tanıyırsınız, kəndin içində hamı tanıyır, ikinci ailədirlər. Çox pisdir vəziyyət burada. Yəni evi də bundan qabaqki videolarımızda evi göstərmişik. Allah kömək olsun hər birimizə. Çox sağ olun.